Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Eman mətbəxində şaftalı kompotu hazırlayıram. Amma biraz fərqli kompotdur. Fərqi nədir? Odur ki, adətən 3 litri bankaya yarım kilo meyvə əlavə olunur. Mən isə 3 litri bankanı meyvə ilə ağzına qədər doldururam. Şaftalını təmiz yuyuram və bax bu cürünə süzgəcə yığıram ki, suyu təmiz çəkilsin. Şaftalını bu üsulla hazırlayanda çalışırım ki, şaftalı çox iri olmasın ki, 3 litri bankaya çoxlu meyvə yerləşsin. Odur ki, 3 litri bankaya 1 kilo 600 təmiz meyvə sığışır. Bizdə hal-hazırda axırıncı 3-4 ildir meyvə bütün ili satışda olur. Amma mən gənc olanda belə bir hal yaşanmırdı. Və bu üsulda bir oyunum yaxşıdır ki, məsələn, biskvit tortu hazırlayanda həmin şaftalını nazik dilimlərə doğrayıb biskvitlərin arasına, kremin üstünə düzmək mümkündür. Yuyulmuş, suyu çəkilmiş meyvələri yığıram bankaya. Ara sıra bu cür silkələyirəm ki, meyvələr tam-tamına yerləşsin bankaya. Videonun əvvəlində vurğuladığım kimi, tort hazırlayanda meyvəni nazik dilimlərə bölüb biskvitin üstünə düzmək olurdu və həmin bu kompotun şirəsi ilə biskviti isladırdıq. Və onu da qeyd edim ki, bu uşaqların ən sevdiyi meyvədir. İnanınız ki, siz bunu hazırlasaz, qışda açsaz, sizin uşaqlarınız çox gözəl nuşla, ləzzətlə bunu yeyəcəklər. Şaftalını davam eləyirəm bankaya yığmağa. İşə başlamamışdan əvvəl mən şaftalını çəkdim ki, sizə resept verəndə dəqiq ölçü verilsin. Və bugünkü 2-3 litri bankaya mən 3 kilo 200 şaftalıdan istifadə elədim. Şaftalını bankaya yığmağa başlayanda əvvəlcədən qazana su doldurdum və qoydum qaynamağa. Balonlar təmiz yuyulub, qapaqlar qaynadılıb və qaynar su ilə balonları doldururam. Bunu biz niyə belə edirik? Belə qaynar suyu meyvənin üstünə əlavə edəndə həm meyvələr sterilizə olunur, həm də bankalar. Yayda hava çox istidir, bu qədər bankaları qaynatmaq qeyri-mümkündür və mən sizə çox gözəl, praktik, hasand üsul təqdim edirəm. Bankaları su ilə doldurdum və gözləyirəm yarım saat keçsin. Yarım saatdan sonra həmin suyu boşaldıram qazana. Hər balona 2 stakan şəkər nəzərə alınır. Həmin suya 4 stakan şəkər əlavə edirəm və qoyuram qaynamağa. Baxın, görün, 2 balondur, 4 stakan şəkər. Yəni, bir balona 400 qram şəkər və yaxud da ki, mənim mətbəximdə işlənən stakanın ölçüsü 200 qramdır. Və bu suyu qoyuram təzdən qaynamağa. Yaxşıca qarışdırıram.
Lazımdır ki şirin su bax bu cürünə qaynasın və bu cür qaynar iti şirin suyu təzdən əlavə eləyirəm meyvələrin üstünə. İndiki meyvələrdə bir balaca belə bir xüsusiyyət var. Bir də görürsən ki, müəyyən meyvələr qara olur bəzi yerlərdə, narahat olmayın. Deməli, şaftallar şirin şirədə qaldıqca çox gözəl olacaqlar və ləzzətli. Və bu kompotun xüsusiyyəti elə hesab edin ki, meyvələr təzə qalır, əzilmirlər, çox ləzzətli olur. Kanalımda artıq bu üsulla hazırlanan əridə videosu var və bu cür üsulla siz almada hazırlaya bilərsiniz. Gavalı, yəni hansı meyvə bərkdirsə bu üsul çox gözəl yarayır. Qapaqları bərk sıxıram. Balonları böyür üstə, bax belə yıxıram. Yoxluyuram ki, suyu buraxır ya buraxmır. Bu vacibdir, tərtəmiz. Və bağladığım bankaları bərk bükürəm. Və gözləyəcəm ta ki bankalar soyana qədər bunlar üstlü büklü qalacaq. Bu üsulun üstünlüyü çoxdur. Ən birinci təhlükəsizlikdir. İkinci də yayın bu istisində sizdə artıq bankaları qaynatmağa ehtiyac qalmır. Bankaları yaxşı bükəndən sonra təzdən üstünü belə qalın pledlə örtürəm və tək ki bankalar soyana qədər elə qalırlar. Mən hazırladığım kompot düz 4 günə soydu. Və gözəl nəticə çox möhtəşəmdir, çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.